İnsanın tarixi bir anda yaranmadı. O, milyon illərin sükutunda, küləklərin oyduğu qayaların arxasında, torpağın sinəsində gizlənmiş izlərlə başladı. Bir vaxtlar sadəcə həyatda qalmağa çalışan bir canlı idik. Nə dilimiz vardı, nə adımız, nə də arzularımız. Sadəcə yaşamaq üçün addımlayan, əllərini uzadıb daşdan alət düzəltməyə cəhd edən bir varlıq idik. Zaman keçdikcə ayaqlarımız torpaqda daha möhkəm bastı. Əllərimiz incəldi, beynimiz böyüdü. Biz addım-addım insan olmağa doğru gedirdik. Yaranan hər alət, yandırılan hər od, tapılan hər sığınacaq bizim yeni bir mərhələmiz, yeni bir nəfəsimiz idi. Bir gün səsimiz sözə çevrildi. Sözümüz fikrə, fikrimiz mədəniyyətə və insan özü öz tarixinin müəllifinə çevrildi. Ancaq yolumuz asan olmadı. Soyuq qışlar, təhlükəli ovlar, yox olan nəslimiz, yenidən doğulan ümidlərimiz. Bütün bunların içindən keçərək bu günə gəldik. Biz həm zəifliyimizin, həm gücümüzün tarixiyik. Qaranlıq mağaralarda çəkilən ilk rəsmlərdən tutmuş, indiki şəhərlərin işıqlarına qədər hər şey insanın içindəki yaradıcılıq yanğısından doğuldu. Biz unuduruq ki, bir gün sahib olduqlarımız 100 min illərin susqun səylərinə söykənir. Hər addımımız, hər nəfəsimiz, hər düşüncəmiz bir zamanlar addım ata bilməyən, danışa bilməyən, dünyayı anlamayan əcdadlarımızın bizə qoyduğu bir mirasdır. İnsan milyon illərin hekayəsidir. İnsan keçmişin sükutundan doğan bir çağırışdır. İnsan torpaqdan gəlib ulduzlara baxa bilən tək varlıqdır. Və biz bu hekayənin sonu deyil, davamıyıq. Hər gün daha böyük düşünərək, daha çox yaradaraq, daha dərindən anlayaraq insan olmağın mənasını yenidən yazırıq. Çünki insan olmaq sadəcə var olmaq deyil. İnsan olmaq min illiklərin üzərimizə yüklədiyi məsuliyyəti daşımaq, inkişafı davam etdirmək, sabaha daha yaxşı iz qoymaqdır. İnsanın inkişaf tarixi antropologiya, paleontologiya, genetika və arxeologiyanın birgə araşdırdığı çoxşaxəli bir elmdir. Bu elm sahəsi hominidlərin təkamülünü, onların morfoloji dəyişikliklərini, beyin inkişafını, davranışın formalaşmasını və mədəniyyət yaradıcılığını öyrənir. Müasir insan, yəni Homo sapiens, milyon illərlə davam edən mürəkkəb təkamül prosesinin nəticəsidir. İnsanın heyvan mənşəli olmasına dair ilk fikirlər 17-ci əsrdə meydana çıxmağa başladı. İlk dəfə Karl Linney insanı primatlar dəstəsində yerləşdirdi. Jean-Baptiste Lamarck isə insan əcdadının ağacdan yerə düşüb sürü halında yaşayan meymuna bənzər heyvanlar olduğunu söylədi. İnsan əcdadı Mezozoy erasında kiçik həşərat yeyənlərdən başlanğıc götürmüş, onların qidası qarışıq olmuşdur. Ancaq ən çox cücülərlə qidalanmışlar. Sonralar bu heyvanlar bir çox şaxələrə başlanğıc vermişlər. Onlardan biri də parapiteklərdir. Parapiteklər qədim insana bənzər meymunlar olmuş, Afrika, Asiya və Avropada geniş ərazilərdə yaşamışlar. Qazıntılar nəticəsində onlara məxsus qalıqlar tapılmışdır. 3 əsas şaxəyə bölünmüşdür. Orangutanlar, hibbonlar və nəsli kəsilmiş driopiteklərə başlanğıc vermişlər. Driopiteklər paleogen dövründə iqlimin soyuması ilə əlaqədar cənuba doğru uzanan buzlaqlar meşələri məhv etməyə başlamışdı. Meşələr çöllərlə əvəz olunduğu üçün insana bənzər meymunlar ağacdan düşməyə və yerdə gəzməyə məcbur qalmışdılar. Neogen dövründə yaşayan driopiteklərdə gözlər və eşitmə orqanları yaxşı inkişaf etmişdi. Əlləri formalaşdığı üçün onlar əşyaları yaxşı tuta bilirdilər, tullaya bilirdilər. Bədən ölçüləri dəyişmiş, beyinləri daha yaxşı inkişaf etmiş driopiteklər səmti təyin edə bilirdilər. Güman olunur ki, onlar şimpanze, gorilla və avstralopiteklərə başlanğıc vermişlər. Avstralopiteklər isə sürü halında düzənliklərdə yaşamağa başlamış və yırtıcı olmuşlar. Bu heyvanlarda ənsə dəliyi kəllə qutusunun mərkəzinə doğru çəkilmişdi.
Beyinlərinin həcmi müasir insana bənzər meymunlara nisbətən daha böyük olmuşdur. Tapılan sümüklər onlarda arxa ətrafların daha yaxşı inkişaf etdiyini göstərir. Ətraf sümüklərindən əsasən çanaq və bud sümükləri insan sümüklərinə daha çox oxşayırdı. Çanağın geniş olması onların dik gəzdiklərini göstərir. Yuxarı ətraflarında baş barmağın quruluşu isə əlləri tutmaq qabiliyyətinin güclü olduğunu, onların daşdan və sümükdən alət kimi istifadə etdiklərini bildirir. Avstralopiteklərin dişlərinin quruluşu da insanın dişinə çox bənzəyir. Müxtəlif ərazilərdə tapılan qalıqlar avstralopiteklərin çoxlu növlərinin olduğunu sübut edir. Şimal və cənub dairələrində başlayan soyuqlar insana bənzər meymunların yaşayışını çətinləşdirir. Onlar özlərini həm ətraf mühit amillərindən, həm də digər heyvanlardan qorumaq üçün bir sıra uyğunlaşmalar qazanmışlar. Avstralopiteklərin bir qismi özlərini müdafiə etmək üçün əmək alətləri düzəltməyə başlayırlar. Alimlər bu şaxəni bacarıqlı insan adlandırıblar. Bacarıqlı insanlar, yəni Homo habilislər, xırda daşlardan primitiv kəsici alətlər hazırlamış və yırtıcı olmuşlar. Qalıqları Afrikada tapılmışdır. Bacarıqlı insanların ən qədim insanlara başlanğıc verdiyi güman edilir. İnsan təkamülünün 3 əsas mərhələsi ayırd edilir. Ən qədim insanlar, ilk müasir insanlar. Ən qədim insanlara pitekantroplar aid edilir ki, onların qalıqları ilk dəfə İndoneziyada, Yava adasında, sonralar Afrika və Avropada da tapılmışdır. Beyinlərinin həcmi 900-1100 kub santimetr, boyları 170 santimetr olmuşdur. İki ayaq üzərində dayağa söykənərək gəzmişlər. Qamətləri düz idi. Gözlərinin üstündə qaşüstü yastıqcıqlar var idi. Çənaltı çıxıntısı olmamışdır. İlk dəfə oddan istifadə etmiş, daşdan ərsin burğu kimi alətlər düzəltmişlər. Daimi yaşayış yerləri olmamışdır və sürü halında yaşamışlar. Növbəti ən qədim insanları sinantroplara aid edirik ki, qalıqları ilk dəfə Çində, Pekin şəhəri yaxınlığında tapılmışdır. Beyinlərinin həcmi 1220 kub santimetrə çatmışdır. Qaşüstü yastıqcıqları olmuşdur. Alt çənələri və dişləri iri olmuş, çənaltı çıxıntıları isə olmamışdır. Pitekantroplardan əsas fərqləri beynin sol hissəsinin sağa nisbətən iri olmasıdır. Bu da onların sağaxay olduğunu sübut edir. Mağaralarda yaşamış, dəri paltarlar geyinmişlər. Daş alətlərlə yanaşı sümük alətlərdən də istifadə etmişlər. Heidelberg adamı isə yalnız alt çənə sümüyü tapılmışdır. Çənaltısı, çıxıntısı olmamış, dişlərinin quruluşu müasir insana çox oxşamışdır. Oddan istifadə etmiş və sürü halında yaşamışlar. Azıxantrop isə alt çənə sümüyü Azərbaycanın Xocavənd rayonu ərazisində Azıq mağarasında tapılmışdır. Azıxantroplar sürü halında yaşamış, oddan istifadə etmiş, dəri paltarlar geyinmişlər. Daşdan və sümükdən müxtəlif alətlər hazırlamışlar. İnsan təkamülünün ikinci mərhələsinə qədim insanlar aiddir, yəni Neandertallar. Onların qalıqları ilk dəfə İspaniyada tapılmışdır. Tam skeleti isə ilk dəfə 1856-cı ildə Almaniyanın Neander çayı vadisində aşkar edilmişdir. Qalıqları sonra da Asiyada da tapılmışdır. Beyinlərinin həcmi 1400 kub santimetr, boyları 155-165 santimetrə bərabər olmuşdur. Ensiz alınlarında qaşüstü yastıqcıqlar yaxşı inkişaf etmişdir. Qazıntı halında tapılan bəzi çənə sümüklərində çənaltı çıxıntıya təsadüf olunmuşdur. Bu da onlarda aydın nitqin olduğunu göstərir. Buzlaqların hökm sürdüyü dövrlərdə 50-100 nəfərlik qruplar halında mağaralarda yaşayır, dəri paltarlar geyinir, oddan istifadə edirdilər. İlk dəfə əmək bölgüsü bunlarda getmişdir. Kişilər ov etmiş, qadınlar və uşaqlar isə bitki mənşəli məhsullar toplamışdır. Daşdan, ağacdan, sümükdən əmək alətləri hazırlamışlar və kannibal olmuşlar. İlk dini rüşeymlər isə Neandertallarda yaranmışdır. İlk müasir insanlara isə Kramanyonlar aiddir. Onların qalıqları Fransanın Kramanyon kəndində, sonralar isə Asiya, Afrika, Avstraliyada tapılmışdır. Beyinlərinin həcmi 1600 kub santimetr, boyları 180 santimetrə çatmışdır.
Alınları enli və düz olmuşdur. Qaşüstü yastıqcıqları olmamışdır. Alt çənə çənəaltı çıxıntıdan ibarət olmuşdur. Nitqi yaxşı inkişaf etmişdir. Qəbilə halında özlərini düzəltdikləri mənzillərdə yaşamışlar. İlk dəfə əkinçilik, heyvandarlıq, duluzçuluqla məşğul olmuşlar. Sümük və daş iynələrlə tikilmiş dəri paltarlar geyinmiş, boyalarla rəsmlər çəkmiş, öz əşyalarını bəzəmişlər. Sümükdən, buynuzdan və daşdan daha təkmilləşmiş alətlər hazırlamışlar. İnsanın inkişaf tarixi milyon illər boyunca davam edən bioloji, morfoloji və mədəni dəyişikliklərlə zəngin bir prosesdir. Homo sapiens bu uzun təkamül yolunun nəticəsində yüksək intellekt, inkişaf etmiş sosial struktur, dil qabiliyyəti və yaradıcı düşüncə kimi xüsusiyyətlərə sahib olmuşdur. Bu inkişaf tarixinin öyrənilməsi insanın kim olduğunu, hansı mərhələlərdən keçdiyini və gələcək təkamül istiqamətlərini anlamağa kömək edir.